Könül, sabahın xeyir olsun. Açıq havadan səni eşitmək çox xoşdur. De göreyim, hava necə olacaq? Bəli İskəndər, elə saçlarımın rəqsindən də hiss olunduğu kimi bir qədər küləkli hava müşahidə olunur və istəyərdim ki, bugün olan hava proqnozuna dəyərli tamaşaçılarımızın diqqətinə çatdırım. Bugün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, səhər yağışın bir qədər intensivləşəcəyi ehtimalı da var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti olacaq. Bölgələrə gəlincə isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşəyə çaxacağı və dağətəyi rayonlarda isə yağışın güclənəcəyi ehtimalı var. Sabah axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu isə 28-33 dərəcə isti olacaq. Məndən bu qədər dəyərli həmkarım. Təşəkkür edirəm.